Yay üçün bağ ev axtaranlara əla xəbər. Kənd həyatı istəyirsiniz, amma şəhərdən uzaqlaşmaq istəmirsiniz. Bu həyəti görən niyə satıldığını soruşacaq. Bu evin qiyməti sizi təəccübləndirəcək. Dənizə 10 dəqiqə, Xudata 5 kilometr. Ev axtaranlar bunu qaçırmayın. Bəzən insan şəhərin səs-küyündən uzaqlaşıb, sakit, yaşıllıq içində, təmiz havada öz həyətində dincəlmək istəyir. Təmiz havada və geniş həyətə sahib bir ev axtarırsınızsa, bu evə mütləq baxın. Əziz dostlar, ev Xudat-Qusar magistral yolunun düz kənarında, Digəhuba kəndinin girişində, Xudat şəhərindən cəmi 5 kilometr məsafədə yerləşir. Burada həm şəhərə yaxınlığın rahatlığını, həm də kənd həyatının sakitliyini bir arada yaşamaq mümkündür. Ev 10 sot, geniş və yaşıllıq içində olan həyətin içərisində yerləşir. 70 kvadrat metrlik 4 otaqlı ev, ailəvi yaşayış və xüsusilə yay istirahəti üçün çox əlverişlidir. Bu ev Nabran zonasına və dənizə təxminən 10 dəqiqəlik məsafədədir. Digər istiqamətdə isə Qusar, Quba və Şaxdağ sizi gözləyir. Yəni yayda dəniz və Nabran, qışda isə Şaxdağ və Qusar istiqaməti. İlin hər fəslində istifadə edə biləcəyiniz bir məkan. Həyətdə illərdir böyüyən meyvə ağacları bu məkana tamam başqa ab-hava verir. Alma, armud, gilas, gavalı və digər məhsuldar ağaclar. Üstəlik, gözəl üzüm çardağı var. Həyətin daha bir üstünlüyü də bağın suvarılması üçün arx suyunun olmasıdır. Bu da xüsusilə məhsuldar bağ üçün böyük üstünlükdür. Yay günlərində ağacların kölgəsində oturub çayınızı içə, ailənizlə besetkada vaxt keçirə, axşam isə sərin və təmiz havanın dadını çıxara bilərsiniz. Evdə rahat yaşayış üçün lazım olan şərait də hazırdır. Qaz, işıq, su və internet mövcuddur. Həyətdə 30 metrlik arteziyan su quyusu və 5 tonluq su çəni, evin qarşısında isə avtomobil üçün naves var. Bəzən axtardığınız rahatlıq böyük və dəbdəbəli evdə deyil, belə sakit, yaşıllıq içində bir həyətdə olur. Sənədləri tam qaydasındadır. Həm evin, həm də torpağın kupçası mövcuddur. Ətraflı məlumat və qiymət üçün bizimlə əlaqə saxlayın.